Belə bir məsələ təqdim etmək istəyirəm. Bu məsələni bir neçə yoldaş göndərdiyi üçün kanalda paylaşmaq qərarına gəldim. Deməli, burada göstərir A-nın göstərişini tapmaq. A-nın müqaviməti, yəni ampermetrin göstəriş müqaviməti çox kiçik olduğu üçün onu biz ata bilərik və bunu mən belə bir sxema yaza bilərəm. Analoji sxemdir. Ampermetri niyə atdıq? Çünki o müqaviməti heç bir müqavimətə təsir göstərmir. İndi bura fikir versəz, görərsiniz ki, bunlar paralellər 8-8 eləyir yarısı 4. Bu ardıcıldır, eləyir 5. Sonra bir də qısa olmaq üçün, deməli, bunlar da paralel olduğu üçün 20 vuraq 5 bölək 20 üstə gəl 5, 4. Deməli, ümumi müqavimət 4-dür. İndi biz cəryan şiddətini tapaq. Elektrik hərəkət qüvvəsi 50-dir. 4 üstə gəl ümumi müqavimət, üstə gəl daxili müqavimət 5, 10. İndi fikir etsəz, gördünüz ki, burada cəryan şiddəti, ümumi cəryan şiddəti buradan keçən 10-dur. İndi biz, bura 10 olduğu üçün buradan fikirləşirsə, burada 20-dir, müqavimət burada isə 5-dir. Aydındır ki, tərs nisbətdə bölünəcəklər. Yəni, buradan gələn cəryan şiddəti burada olacaqdır. Deməli, 4-ün 1-ə nisbətini götürəcək. Burada olacaq bizdə fikirləşirsə, cəryan şiddəti 10-dur. Bu da nisbətdə bölünür. Yəni, bura nisbət götürdükdə bura 4, 20, bura 4 olduğu üçün bölsək, bura olacaqdır 1 amper, tutaq ki, 1i, burası 4-dir. Bir yerdə olacaqdır 5i, 5-ini də, onu da 5-ə bölsək, alacaq 2. Deməli, buradan gələn cəryan şiddəti olacaq 2. Buradan çıxan olacaqdır, burada olacaq 8. Lakin indi biz hansı cəryan şiddətini axtarırıq? Fikirləşirsə, bu da yarı böləcək, çünki bunlar 8 olanda 4 olacaq. Deməli, buradan çıxan olacaq 4. Buradan gələn də olacaq 2. İkisi birləşir, cəryan şiddəti olacaqdır neçə? 6. Qədəm fikir verin. Belə. Deməli, bizdə düzgün variant Y-dir. Diqqətinizə görə sağ olun. Əgər rolik xoşuna gəlibsə, xahiş edirəm, like eləyin. Abunə deyilsinizsə, abunə olmanızı xahiş edirəm. Sağ olun.